də, yayda da, qışda da ayaqlarım çox donur. Şəkidə nə qədər doktorlar gəzmişəm, heç nə bir əlat eləyə bilmirlər, nədən ola bilər? Şəkər... 2 aydır ki, bir də təzyiqim heç düşmür. Şəkər xəstəliyin var mı xanım? Yoxdur. Sonra çəkiniz çoxdurmu? Yox. Yox. Sonra əsəblər oyaqdırmı? Nə bilim, əsəbləşməyəm, arada elə belə. Elə belə. Aha, şəkillər hamısı alimdir. Cavab hazırdır. Siz xahiş edirəm, mən dediklərimi eləyin. Bax, indi gicistkanın çıxan vaxtıdır xanım. Ayaqlarınızı gicistkanla dalayın, yavaş-yavaş artırın. O sinir keçiricini bərpa eləyəcək. Sonra bir dəfə Dopplerlə aşağı ətrafların damarlarını yoxladın xanım. O damarlarda problem olsa, qan normal getməsə, yenə də o şikayət əmələ gələcək. Ondan başqa alma sirkəsindən səhər, günorta, axşam ayaqlarınızı yağlayın xanım. Onun da müsbət effektini görəcəksiniz. Və bundan başqa təbii ki, bal, xardal tozu və zəncəfil tozu, onları qarışdırın bir-birinə, onu ayağınızı masaj edin. Onun da effektini görəcəksiniz. Ancaq haradasa nə yarımçıq qalsa, mənim telefon nömrələrimi görürsünüz, zəng eləyirsiniz. Bu gördüyünüz telefonlar mənim telefonlarımdır. Zəng eləyirsiniz və gəlirsiniz, probleminizi həll edəcəm xanım. Çox sağ olun zənginizə görə. Təzyiqinizlə əlaqədar, təzyiqi də yenə də bilirsiniz ki, bizdə Doktor Seyfəddin klinikasının təbii sularla müalicə mərkəzi var və orada zəli ilə və bitkilərlə, əgər evdə yemişən çay varsa, dəmlə iç. Təzyiqin aşağıya yemişən meyvəsi, fərqi yoxdur. İtbirnu meyvəsi. Dəmliyin qəbul edin. O da təzyiqə müəyyən qədər kömək eləyəcək. Sinirə bağlısa da valerian kökü dəmliyin, nanə çayı için. Onun da effektini görəcəksiniz. Çox sağ olun, sualınıza görə.